Salamlar hər bir kəsə. Bu gün biz sizinlə DİM-in 20 sınaq kitabından olan 4-cü qruplar üçün nəzərdə tutulan 3-cü sınağın izahına baxırıq. Deməli, ilk sual. Məhlulda gedən hansı reaksiyanın molekulyar tənliyi ilə qısa ion tənliyi eynidir? Məsələn, gəlin A bəndinə baxaq. Deməli, buradan biz nə alırıq? Barium xlor 2 və sink OH 2. Sink OH 2. Burada bilirik ki, biz qısa ion tənliyində çöküntü, qaz, su, bu kimi alınan maddələri yəni orada qeyd edirik. Məsələn, barium xlor 2 suda yaxşı həll olan duz olduğuna görə biz qısa ion tənliyində bunu yox, sadəcə sink OH 2-ni nəzərə alacağıq. Onda birinci reaksiyamızın qısa ion tənliyi sink 2 müsbət plus OH mənfi alınır sink OH 2 dəfə. Bu şəkildə qısa ion tənliyi bu şəkildədir, amma molekulyar tənlik bu şəkildə. Gördünüz, tamamilə fərqli oldu. Ona görə bunu götürməyəcəyik. Məsələn, B bəndində burada nə alınacaq? Barium nitrat və argentium xlor. Yəni çöküntü olaraq argentium xlor alınır. Onda bizim qısa ion tənliyimiz argentium müsbət plus xlor mənfi alınır argentium xlor. Yəni yenə molekulyar tənliklə tam ion, molekulyar tənliklə qısa ion tənliyi eyni olmadı. Davam edirik. Məsələn, C bəndində burada alınacaq kalsium karbonat və natrium xlor. Natrium xlor suda yaxşı həll olan duzdur deyə qısa ion tənliyində onu göstərmirik. Biz sadəcə kalsium karbonatı əmələ gəlməsini göstəririk. Kalsium 2 müsbət, CO3 2 mənfi alınır kalsium karbonat. Burada da qısa ion tənliyi ilə molekulyar tənliyi fərqli oldu. Baxırıq D bəndinə. Deməli, D bəndində nə alınacaq? D bəndində alınır barium SO4 və amonium hidroksid. Və biz də bunu, barium SO4 nədir? Çöküntü. Deməli, qısa ion tənliyində göstərilməlidir. NH4OH, yəni amonium hidroksid. Bilirik ki, amonium ionu OH mənfi ionu ilə təyin olunur və oradan alınan amonyak qazı NH3 və su ayrılır. Burada da kəskin amonyak ionunun alınması ilə təyin olunur. Və təbii ki, burada da yenə tam ion tənliyimiz molekulyar tənliyimizlə eyni olacaq. Yəni üst-üstə düşəcək. Çünki barium SO4 çöküntüdür. Bunun əmələ gəlməsini mütləq göstərməliyik. Amonium hidroksid, bunlar bir-birini təyin edən ionlardır. Təbii ki, bunların birləşməsini qısa ion tənliyində göstərməliyik. Ona görə də birincidə cavab olacaq D variantı. E bəndində də yenə barium xlor 2 suda yaxşı həll olan duz olacaq. Barium xlor 2 və H2O əmələ gələcək. Bu tip reaksiyalarda, yəni su əmələ gəlməsi və həll olan duz əmələ gəlməsi, bunların da qısa ion tənliyi, məsələn, Y bəndi üçün H müsbət plus OH mənfi, o da alınır H2O. Bu şəkildə göstərilir. Deməli, burada doğru cavab oldu D variantı. İkinci sualla davam edirik. Deməli, ikinci sualda bizə nə deyir? Molyar qatılıq 6 mol bölü litr olan natrium OH məhlulunda qələvinin kütlə payı 20% olarsa. Deməli, bizə nələr verib? Qatılıq verir. C bərabərdir 6 mol bölü litr. Sonra omega verilib. Nə qədər? 20%. Məhlulun sıxlığını deyir, hesablayın. Rho bərabərdir. Bilmirik. Elə bizdən sıxlıq istəyir. Molyar qatılığın, sıxlığın, omeqanın hamısının birlikdə ifadə olunduğu bir düsturumuz var. C bərabərdir 10 vurulsun omega vurulsun rho bölünsün həmən maddənin molyar kütləsi. Və belə deyək, buradan rho-nu çıxarsaq, rho nəyə bərabərdir? C vur M, C-miz nə qədərdir? 6, M 40 bölünsün 10 vurulsun omega 20-dir. Bu da bərabərdir 12 bölünsün 10, o da olacaq 1,2 qram bölünsün milli. Üçüncü sualla davam edirik. Deməli, bizdən nə istəyir?
Bizdən soruşur, qısa ion tənliyi bu şəkildə olan reaksiyaları müəyyən eləyin. Məsələn, birinci reaksiyada nə alınır? Barium karbonat və bir də kalium xlor. Aha, burada kalium xlor çöküntü deyil. Qısa ion tənliyində onu nəzərə almayacağıq. Amma barium karbonat çöküntü olduğuna görə yazacağıq. Barium 2 müsbət plus CO3 2 mənfi alınır. Barium CO3. Yəni şərti ödədi. Ona görə birinci reaksiyanı götürəcəyik. Sonra ikinci sink xlor 2 plus bunu deyək ki, karbonat turşusu şəklində düşünsək, xlorid turşusu karbonat turşusundan daha qüvvətli olduğuna görə xlorid turşusunun duzunu karbonat turşusu çıxara bilməz onun suda məhlulundan. Ona görə bu reaksiya ümumiyyətlə getməyəcək. Üçüncü reaksiyaya baxırıq. Sink karbonat plus H xlor. Buradan nə alınır? Sink xlor 2 plus su plus karbon qazı. Aha, yəni bu verilən qısa ion tənliyi sxemini ödəməyəcək. 2 və 3 götürmürük. Gəldik dördüncü bəndə. Sink karbonat və natrium nitrat alınacaq. Sink karbonat və natrium nitrat. Biz də bilirik ki, karbonat duzlarından natrium, kalium, amonium duzları həll olandır. Yerdə qalan digər karbonatlar çöküntüdür. Həmçinin sink karbonat da çöküntüdür. Bu zaman bizim qısa ion tənliyimiz sink 2 müsbət plus CO3 2 mənfi alınır sink karbonat. Deməli, düzgün cavab olacaq birinci və dördüncü. Birinci və dördüncü. Bax, bu şəkildə. Davam eləyirik dördüncü sualla. Bizdən nə soruşur? Deyir, dissosiasiya və hidroliz mərhələlərin sayını soruşur. Deməli, natrium 2 HPO4. Biz bilirik ki, əslində əsas olaraq natrium OH və turşu olaraq H3PO4-dən əmələ gəlmiş bir duzdur. Aha. Və biz bilirik ki, burada H3PO4-ə görə hidroliz gedəcək. Yəni aniona görə hidrolizdir. Əslində, yəni bizim turşumuz neçə əsaslıdır? 3 əsaslıdır. Amma burada bir hidrogeni var deyə, yəni turş duzdur. Mərhələli şəkildə hidroliz olunacaq. Bu duzun hidrolizinin birinci mərhələsində natrium H2PO4, sonuncu mərhələsində hidroliz başa çatacaq. Natrium OH və H3PO4 tamamilə ayrılacaq. Deməli, 2 mərhələdə baş verəcək hidroliz prosesi. Onda x bərabərdir 2-dir. Dissosiasiyaya baxdıqda isə biz bilirik ki, turş duzlar 2 və ya 3 mərhələdə, yəni hidrogenin sayından asılı olaraq hidrolizə, dissosiasiyaya uğrayırlar. Məsələn, buradan nə ayrılacaq? Alınacaq 2 natrium müsbət və HPO4 2 mənfi. Sonra yenə HPO4 2 mənfi dissosiasiya uğrayacaq. H müsbət və PO4 3 mənfi şəklində ionlara dissosiasiya edəcək. Bunun da mərhələlərinin sayı neçə olacaq? O da yenə 2-yə bərabər olacaq. Yəni C variantı. Gəldik 5-ci suala. Aha. Deməli, 5-ci sualda deyir, hansı ifadələr doğrudur? Əvvəl baxıram, mən burada nə görürəm? Görürəm ki, kuprum SO4 məhlulu var. Kuprum SO4 məhlulu var və biz bura sink lövhə ilə təsir etmişik. Bu zaman lövhədə olan sink ionları məhlula keçəcək və bilirik ki, sink misdən daha aktiv metaldır. Biz də bilirik duzların məhlullarında aktiv metallar özündən daha pasiv olanların duzundan sıxışdırıb çıxarda bilir. Yəni kuprum da məhluldan ayrılıb sink lövhənin üzərinə çökəcək. Və nəticədə nə yaranacaq? Sink sulfat plus mis metalı ayrılacaq. Bu zaman biz bura ya məhlul tərəfdən ya da lövhə tərəfdən baxmalıyıq prosesə. Belə ki, əgər məhlul tərəfdən baxırıqsa, baxın, məhlul tərəfdən baxıram. Məhlula mən daxil eləmişəm, sinkin emeri 65-dir, düzdürmü? 65 qram, deyək ki, 1 mol üçün hesablasaq. 65 qram metal daxil eləmişəm, amma məhluldan 64 qramlıq
metal ayrılıb. Bu zaman məhlulun kütləsində 1 qram nə var? Artım var. Aha. İndi lövhə tərəfdən baxsaq bu məsələyə. Mən lövhədən deməli 65 qramlıq metal ayırmışam və lövhəyə 64 qramlıq metal əlavə eləmişəm. Bu zaman lövhədə 1 qram nə var? Azalma müşahidə olunur. Aha, indi baxaq. Görək bizə müddəalarda nə deyir. Lövhənin kütləsi azalır. Bəli, biz artıq burada göstərmişik. Nə göstərmişik? Baxın, lövhə kütləsi -1, yəni 1 qram azalma var. Aha, onda birinci variant doğrudur. Əvəz etmə reaksiyasıdır. Bəli, əvəz etmədir. Yəni sink nə etdi? Misin yerinə keçərək onu əvəz elədi. Doğrudur. Məhlulun kütləsi azalar. Biz artıq görmüşük burada. Baxın, məhlulun kütləsi +1, yəni 1 qram artım var. Xeyr, artacaq. Sink 2 müsbət iyonlarının sayı azalar. Yox. Axı biz gördük ki, sink 2 müsbət iyonları deməli, sink 2 müsbət iyonları əksinə bax 0 vəziyyətində idi sink, düzdürmü? Keçdi sink sulfat duzunun daxilinə və müsbət 2 şəklində daha da nə oldu? İyonlarının sayı artdı. Ona görə 4-cü ifadədə səhvdir. Burada doğru cavab olacaq B variantı. Davam edirik 6-cı sualla. Aha. Deməli, 6-cı sualda bizə nə deyir? Bir dəqiqə. Aha. 6-cı sualda deməli bizdən bunu da tənzimləyək bu şəkildə. Aha. Deyir alfa bərabərdir 90% olar. Dəmir 3 sulfatın 2 molunun dissosiasiyasından neçə mol anion alınır? Əvvəl dəmir 3 sulfat ferrum 2 SO4 3. Aha. İndi dəmir 3 sulfatı dissosiasiya etsək, bilirik ki, normal duzlar bir mərhələdə nə edəcək? Dissosiasiya edəcək. Əmələ gələcək 2 ferrum 3 müsbət və 3 SO4 2 mənfi. 2 mənfi. Aha. Deyir neçə mol anion alınır 2 molun dissosiasiyasından. Mən görürəm ki, 1 molunun dissosiasiyasından 3 mol anion alınır. 2 molun dissosiasiyasından nə qədər alınır əslində? Əgər alfamız 100% olsa, proses 100%lik getsə, 6 mol ion əmələ gələr, anion əmələ gələr, düzdürmü? İndi bizə deyir ki, bunun alfası 90%-dir. Onda mən nə edirəm? 6-nın, yəni 6 molun 90%-ni tapacağam. Vuracam 90-a, böləcəm 100-ə. Bu da edəcək 5,4 mol. Bu da 6-cı sualın həlli idi. Davam edirik. İndi Euler-Venə baxırıq. Aha. Euler-Ven bizə nə deyir? Deyir, uyğun bəndləri müəyyən edin. Natrium orta fosfat. Natrium orta fosfat. Natrium dihidro orta fosfat. Aha, baxaq bu duzlara və müəyyən eləyək. Bir dəqiqə. Aha. Natrium OH ilə reaksiya daxil olur. Normal duzlar yenidən əsasla reaksiya daxil olmaz. Amma natrium dihidro orta fosfat daxil olar. Niyə? Hələ bu turşunun tərkibində, bu duzun tərkibində turşuluq var deyək. Ona görə də əsasla reaksiya daxil ola biləcək. Onda 2-yə gedəcək 1. Aha. Sonra 3 mərhələdə hidroliz edir. Natrium orta fosfat bilirik ki, hansı turşudan əmələ gəlib? H3PO4 turşusundan və natrium OH əsasından əmələ gəlib və mərhələli şəkildə hidroliz edəcək. Əvvəlcə, məsələn, birinci mərhələdə yaranacaq natrium H2, natrium 2H HPO4, digər mərhələdə natrium H2PO4, ən son mərhələdə isə tam ayrılacaq natrium OH-a və H3PO4-ə. Yəni neçə mərhələdə oldu? 3 mərhələdə hidroliz etdi.
Natrium dihidroortofosfat isə, məsələn, buradayıq da, belə deyək, natrium dihidroortofosfat isə bundan sonra yalnız bir mərhələ ilə tamamilə ayrılmış olacaq. Onda 3 mərhələdə hidroliz edən olacaq normal duzumuz. Molekulunda 8 atom var. Bəli, saysaq görərik ki, 8 atom və hər ikisində 8 atom var. Onda 3 ortaya gedəcək. 3 mərhələdə dissosiasiya edir. Normal duzlar bir mərhələdə dissosiasiya etdiyi üçün natrium 3, PO4 bu elə bir mərhələdə, yəni 3 natrium müsbət və PO4 3 mənfi şəklində dissosiasiya edəcək. Amma natrium H2PO4 isə dissosiasiya etsə, əvvəl natrium müsbət plus H2PO4 mənfi, sonra H2PO4 mənfi dissosiasiya edəcək H müsbət üstəgəl HPO4 2 mənfi, nəhayət HPO4 2 mənfi dissosiasiya etdikdə H müsbət plus PO4 3 mənfi. Neçə mərhələdə dissosiasiya etdi? 3 mərhələdə. Onda deməli 3 mərhələdə dissosiasiya edən bizim buradakı turş duzumuz olacaq. İndi variantlar üzrə də uyğunlaşdırsaq görərik ki, deməli burada nə oldu? Birinciyə 2, ikinciyə 1, 4. Bu da B bəndinə uyğun gəlir bu şəkildə. Davam edirik. Deməli bizə nə deyir? 8-ci sualda. Deyir ki, 400 qram 20% məhlul almaq üçün neçə qram 30% və 5% məhlul lazımdır? 30% və 5% məhlulu qarışdırsam, 30% və 5% məhlulu qarışdırsam, mən bundan 20% alaram. Amma görüm hərəsindən nə qədər qarışdırmalıyam. Deməli, çarpaz üsulda böyükdən balacanı çıxıb, çarpaz olaraq digər məhlulun faizinin qarşısına yazırıq. Məsələn, 30-dan 20 çıxsaq 10, 20-dən 5 çıxsaq 15. Bu şəkildə yazsaq və bunların deməli ixtisar getdikdə qalacaq nə? 3-ün, yəni 5 ixtisar getsə 3-ün 2-yə. Yəni bu 3 mol, 2 mol olaraq qəbul eləməyəndə belə 3 pay, belə 3x, 2x şəklində, yəni bu şəkildə qəbul eləsək və bizə deyir ki, 400 qramlıq məhlul alınsın. Yaxşı, 400 qramlıq məhlul alınsın deyə, onda 3x plus 2x bərabərdir 400-dürsə, 5x-imiz bərabərdir 400-ə, x-imiz də bərabərdir 80-ə. Yəni, biz 30% məhluldan 240 qram, 5% məhluldan isə 160 qram götürsək, nəticədə 400 qram 20% məhlul almış oluruq. Onda düzgün cavab olacaq B variantı. 9-cu sualla davam etsək, bizə nə deyir? Deməli, bunu silək buradan. Deməli, bizə deyir, MnO3N duzu var, yəni nitrat duzumuz var. Deyir ki, hidrolizinin və dissosiasiyasının mərhələlərini cəmi 4 olarsa, N-i müəyyən edək. Deməli, mən burada baxıram ki, MnO3N bu normal duzdur, düzdürmü? Normal duzların dissosiasiyası bir mərhələdə gedir. Yəni, metal N müsbət plus N sayda NO3 mənfi. Yəni, dissosiasiyamız bir mərhələdə gedirsə, Y-imizin qiyməti 1-dir. Onda x plus 1 bərabərdir 4-dürsə, x-imiz neçəyə bərabərdir 3-ə. Yəni, hidrolizimizin mərhələsi 3 mərhələdədir. Onda 3 mərhələlidirsə, bizdə nə istəyir? N-i müəyyən etməyi istəyir. O da onda, belə deyək, metal, NO3. Əgər 3 mərhələdə hidroliz eləyirsə, deməli bu 3 əsaslı, nitratımız bir əsaslıdır. Nə idi məsələn? Metal. Metalın valentliyi onda 3 valentli olmuş olacaq. Yəni, düzgün cavab A variantıdır. 10. Deməli, məhlulda gedən bu proses üçün hansı ifadələr doğrudur? Prosesimizə baxırıq. Buradan nə alarıq? Kalsium 3, PO4 2 dəfə və kalium xlor. Deyir, kalsium ionlarının sayı azalacaq.
Deməli, əmsallaşdırmanı da yerinə yetirsək, bura 3 yazsaq, kalium xlorun qarşısına da 3 yazsaq, onda belə eləyək. Yox, 6 xlor olduğuna görə kalium xlorun qarşısına 6 yazırıq. Kalium ortofosfatın qarşısına da 2 yazırıq. Bu şəkildə əmsallaşdırdıq. İndi deyir, deməli, kalsium 2 müsbət ionlarının sayı azalır. Bəli, 3 kalsium 2 müsbət ionu var idi. Burada kalsium ortofosfat çöküntü olduğuna görə çökərək məhluldan ayrıldı. Yəni, birinci cavab doğrudur. PO4 3 mənfi ionlarının sayı dəyişmir. Dəyişir, çünki çökən kalsium ortofosfat duzunun daxilində təbii ki, ortofosfat ionları da var. Dəyişmir ifadəsi yanlışdır. Xlor mənfi ionların sayı dəyişmir. Bəli, burada 3 mol kalsium xlor 2-nin tərkibində 6 mol xlor mənfi ionu var. Və sonra burada məhlulda qalan kalium xlor duzunun tərkibində də 6 mol xlor mənfi ionu var. Yəni, nə olmadı? Sayı dəyişmədi. Kalium müsbət ionlarının sayı azalır. Xeyr, azalmadı. İlk əvvəl başlanğıcda 6 mol kalium müsbət ionu var idi və sonda da 6 mol kalium xlor duzunun tərkibində 6 mol kalium müsbət ionu var. Yəni, bu da yanlış ifadədir. Ona görə də doğru olacaq cavab C variantı. Gəldik 11-ci suala. 11. Hansı ionlar kuprum 2 müsbət ilə çöküntü əmələ gətirir? Biz bilirik ki, kuprum sulfid, bir də kuprum OH 2 dəfə. Bunlar çöküntü olan maddələrdir. Yəni, kuprum 2 müsbət, S2 mənfi və OH mənfi ionu ilə təyin olunur. Onlarla çöküntü əmələ gətirir. 12-ci sual. Hansı reaksiyadan qaz və çöküntü alınır? A bəndindən deməli nə alınacaq? Sink xlor 2 plus H2. Burada qaz alındı, amma çöküntü alınmadı. Davam edirik. Barium SO4, bir də H xlor. Buradan çöküntü alındı, amma qaz alınmadı. Çünki bu proses məhlulda getdiyi üçün H xlor burada maye haldadır. Baxıram C variantına. Deməli, burada nə baş verir? Biz bilirik ki, aktiv metal, pasiv metalın duzunun məhlulundan onu sıxışdırıb çıxarda bilir. Amma əgər bu metal gələvilərdirsə, onda nə baş verir? Mühitə daxil olan gələvi əvvəlcə kuprum SO4 məhlulundakı su ilə reaksiya getdiyinə görə burada əmələ gələcək natrium OH plus H2. Sonra burada əmələ gəlmiş natrium OH maddəsi ilə kuprum SO4 reaksiya gedəcək. Çünki niyə? Mis OH ionları ilə çöküntü əmələ gətirir deyə. Bununla da kuprum SO4 duzu reaksiyaya daxil olacaq və nəticədə burada alınacaq natrium 2 SO4, kuprum OH 2 çöküntüsü, bir də H2 qazı. Nə baş verdi? Həm çöküntü, həm də qaz halında maddə alındığına görə cavab olacaq C variantı. 13-cü sualla davam edirik. Deyir, X-i hesablayın. Deməli, burada nə var? Eyni duzun məhlullarını qarışdırmışıq. Burada deməli, həcm verilib, qatılıq verilib. Həcm verilib, amma qatılıq verilməyib. Bizə deyir ki, X-i hesablayın. Bizim belə bir Malyar qatılıqda belə bir düsturumuz var idi. S1V1 plus S2V2 bərabərdir. V1 plus V2 alınacaq, vurulsun S son. Belə bir şey. İndi bildiklərimizi yerinə yazırıq, bilmədiyimizin yerinə də X qoyuruq. Deməli, 200 milli, bilirik ki, bunu litrə çevirmək lazımdır. 3 vurulsun 0,2 litr plus X qatılıqdır, bilmirəm nə qədərdir. Vurulsun 300 milli 0,3 litr bərabərdir. İkisinin birlikdə qarışığını özü 500 milli verib, yəni 0,5. Yəni biz də toplasaq, yəni 200-dən 300-ün cəmi həmən miqdarı verir. Vurulsun 3,6. Buradan 0,3 X-i bir tərəfdə, məlumları bir tərəfə keçirsək, deməli nə baş verəcək? 0,5-i 3,6-ya vursaq, bu eləyəcək 1,8. 1,8-dən çıxırıq 0,6.
Bu da bizə verəcək 1,2. Yəni 0,3x bərabərdir 1,2. Onda x də nəyə bərabərdir? 4-ə. Aha, deməli biz də cavabı elə 4 tapmışıq. Gəldik 14-cü suala. Məhlulda gedən hansı reaksiyaların qısa iyon tənliyində əmsallarının cəmi 3-dür? Aha, deməli, argentium nitrat birinci reaksiyanın məhsulları olacaq. Argentium xlor çöküntüsü plus kalsium nitrat. Kalsium nitrat suda yaxşı həll olan duzdur, çöküntü deyil. Ona görə qısa iyon tənliyində biz onu nəzərə almırıq. Yalnız argentium xloru əmələ gəlməsini göstəririk. Argentium müsbət plus xlor mənfi alınır argentium xlor. Burada əmsallar cəmi neçə olacaq? Deməli 1, 1, 1, nəticədə 3. Düzdürmü? Onda biri götürürük. Davam edirik. İkincidə əmələ gəlir kalsium xlor 2 çöküntü deyil və H2O. Burada da qısa iyon tənliyində suyun əmələ gəlməsini göstəririk. H müsbət plus OH mənfi alınır H2O. Yenə də əmsallar 1, 1, 1, nəticədə oldu 3. Aha, içinə də götürmək olar. Sonra üçüncüyə baxırıq. Kuprum SO4 plus natrium OH. Kuprum OH 2 dəfə plus natrium 2 SO4. İndi burada çöküntü kuprum SO4'dür. Onda onun əmələ gəlməsinin qısa iyon tənliyi kuprum 2 müsbət plus 2OH mənfi alınır kuprum OH 2 dəfə. Burada əmsallara baxsaq olacaq deməli 1, 2, 1, cəmi oldu 4. Düzdürmü? Aha, ona görə bunu götürmürük. Gəldik son magnezium ortofosfat, magnezium 3, PO4. PO4 2 dəfə plus natrium xlor. Natrium xlor suda həll olandır deyə qısa iyon tənliyində onu nəzərə almırıq, amma magnezium ortofosfat çöküntüdür. Deməli 3 magnezium 2 müsbət plus 2PO4. 2PO4 3 mənfi alınır magnezium 3 PO4 2 dəfə. Bu şəkildə nə etmək olar? Yazmaq olar. Və bunun əmsallarının cəminə nəzər yetirsək, görərik ki, 3, 2, bu da 1, cəmi oldu 6. Düzdürmü? Bu da şərti ödəmədi. Onda düzgün cavab olacaq B variantı 1 və 2. 15-ci suala baxırıq. 15-ci sualda bizdən nə istəyir? Deməli, ferrum SO4 maddə miqdarı A-dır, məhlulda olan iyonların miqdarı B-dir. Deməli, ferrum SO4'ü dissosiasiyasını yazsaq, ferrum 2 müsbət plus SO4 2 mənfi. Bu zaman nə baş verir? 1 molundan neçə iyon əmələ gəldi? 2 iyon əmələ gəldi. A molundan da 2A qədər nə olacaq? İyon əmələ gələcək. İndi X-a baxıram, yəni belə deyək də B-miz bərabər oldu 2A-ya. Aha. İndi məsələn X-a baxıram. Burada verilən variantlar üzrə getməliyik. Çünki bizə deyir B plus 1 olsun. Yəni ferrum SO4-dəki iyonların sayından bir vahid artıq olsun. Məsələn, burada mis xlor 2 verilib. Kuprum xlor 2. Bu zaman mis və 2 xlor, mis 2 müsbət və 2 xlor mənfi iyonu ayrılsa 1 molundan 3 mol iyonu ayrıldığını görərəm. Aha. Və A molundan da nə qədər ayrılar? Məsələn, 3A qədər iyon ayrılar. Düzdürmü? Bizə də deyir ki, B bərabərdir, B plus 1 qədər iyon olsun. B-miz 2A-dırsa, 3A-ya bərabər olmaq üçün gərək 1A da əlavə eləyək. Yəni B plus 1-ə bərabər oldu. Onda biz mis 2 xlorid götürə bilərik. Və yaxud dəmir 2 nitrat, həmçinin o da 2 valentlidirsə, ferrum NO3 2 dəfə. Bu da bərabərdir ferrum. Yəni burada ferrum 2 müsbət, dissosiasiyanın əslində oxlarını diqqətimdən yayındı. 2 istiqamətli yazmalıydıq. Ferrum 2 müsbət plus 2 NO3 mənfi. 1 molumdan 3 iyon ayrılar. Düzdürmü? Onda hələlik baxırıq. Mis 2 xlorid bu şərti ödədi. Dəmir 2 nitrat, mis 2 xlorid. Amma natrium xlorid, kalium xlorid bu şərti ödəməz. Çünki məsələn natrium xlorid, bir də bunu da ayıraq.
iyonlarına natrium müsbət plus xlor mənfi. Görürəm 1 molundan 2 mol iyon ayrılır. Düzdürmü? Aha, ona görə də D variantı ilə Y variantı avtomatik artıq yəni olmayacaq, düz gəlmir. İndi keçək Y variant Y duzuna. Görək burada nəyi nəzərdə tutur? Burada deyir ki 2B qədər olsun. Yəni məsələn biz ferrom SO4-də gördük ki 1 molundan 2 iyon ayrılır. Düzdürmü? Onda Y-də 1 molundan gərək 4 iyon ayrılsın. Onda baxırıq. Kalsium xlorid. Kalsium xlorid duzunu verib, bunu iyonlara ayırsaq, kalsium 2 müsbət plus 2 xlor mənfi. Yəni 3 iyon ayrıldı. Bu şərti ödəmədi. Ona görə A variantı getdi. Magnezium xlorid. O da həmçinin magnezium xlor 2 şəklindədir. Yəni neçə iyona ayrılacaq? 1 magnezium 2 xlor, yenə 3 iyon oldu. 4 olmadı. Ona görə B bəndi də getdi. Onda belə çıxır ki, elə C bəndi qalacaq, amma gəlin tam izahına da baxaq. Ferrum NO3 3 dəfə alınacaq. Ferrum 3 müsbət plus 3 NO3 mənfi 1 ferrum 3 nitrat, deməli 4 iyon. 1 molundan 4 iyon alınmış oldu. A molundan da nə qədər olacaq? 4A qədər iyon ayrılmış olacaq. B-miz əgər 2A-dırsa, bu zaman deyir ki 2B qədər olsun. Yəni 4A qədər olsun. Onda da cavabımız olacaq elə C variantı. Aha, davam eləyirik. Deməli, gəldik 16-cı suala. 16-cı sualdan bizdən nə istəyir? Görək. Maddələrin suda məhlulları qüvvətli elektrolitdir. Aha, qüvvətli elektrolitlər nələr idi? Yadımıza salaq. Qüvvətli əsaslar, qüvvətli turşular, bir də suda yaxşı həll olan duzlar. Deyir, barium sulfat. Barium sulfatın çöküntü olduğunu bilirəm. Onda bu qüvvətli elektrolit deyil. Kalsium xlorid. Bəli, kalsium xlorid suda yaxşı həll olan duzdur. Bunu götürəcəm. Dəmir 2 sulfat. Bəli, dəmir SO4 həll olan duzdur. Bunu da götürə bilərəm. Sink karbonat. Sink karbonat bilirik ki, karbonatlardan bir natrium, bir kalium, bir də amonium karbonat həll olandır. Yerdə qalan bütün karbonatlar çöküntüdür. Onda bunu da götürmək olmaz. Düzgün cavab olacaq 2-3A variantı. 17-ci sualla davam eləyirik. Deməli, 17-ci sualdan bizdə nə soruşur? 400 qram 25% X duzu məhlulu. Bunu elə isti-isti yerində hesablayaq. 400-ün 25%-ni tapsaq, aha, bu da eləyəcək 100 qram. Deməli, bu 400 qramlıq məhlulun 100 qramı duz, 300 qramı sudur. 300 də sudur. Aha. İndi deyir, 200 qram 20%-li. Gəlin 200 qram 20%-lini də tapaq. 200 qram 20%-li. Bu da olacaq 40 qram duz, 160-ı da su. Aha, və 90 qram X duzu əlavə etdikdə doymuş məhlul alınır. Həmin temperaturda doymuş məhlulun həll olma əmsalını hesablayın. KH da bilirik necə tapırdıq. Həll olan maddənin miqdarını bölürdük, həll edicinin miqdarına vururduq 1000-ə. Düzdürmü? Aha, indi duzumuz nə qədərdir? Deməli, əvvəl var idi. Əvvəlcə var idi, tapdıq burada. Gördük ki, 100 qram duzumuz var idi bir məhlulda. Sonra gətirib həmən məhlulun üzərinə tökdüyümüz məhlulun içində də 40 qram duz var. Və nəhayət 90 qram X duzu da əlavə elədik. Onda bütün duzları gəlin toplayaq bir yerə. 40 plus 100 plus 90 və böləcəyik suyun miqdarına. Birinci məhlulumda 300 qram su var idi. Sonra gətirib bura tökdüyüm məhlulun tərkibində də 160 qram su oldu. Və bu nisbəti vuracağıq 1000-ə. Aha, onda KH-ımız bərabərdir. Deməli, 140, o da 90, 230 bölünsün. 300, 160, 460 vurulsun 1000-ə. Aha, 2, 1, o da eləyəcək 500 cavab olacaq. KH bərabərdir 500-ə. 18-ci sualla davam edirik. Deyir, kalium karbonat, bir də kuprum sulfat. Bunlar üçün fərqli olanı tapırıq. Suda məhlulun qüvvətli elektrolit olması. Kalium karbonat suda yaxşı həll olan duzdur, bəli, qüvvətli elektrolitdir. Kuprum SO4, o da suda yaxşı həll olan
deməli, suda yaxşı həll olan duzdur dedik. Aha, bizdə fərqli olan istəyir. Aha. Amma eyni oldu da bu, hər ikisi qüvvətli elektrolitdir. Ona görə bunu götürmürəm. Natrium OH məhlulu ilə çöküntü əmələ gətirməsi. Bəli, kuprum SO4 natrium OH-la çöküntü verəcək. Çünki kuprum 2 müsbət ionu nə edir? OH mənfi ionu ilə təyin olunur. Düzdür? Göynəkli məhlul əmələ gətirir. Çöküntü əmələ gətirir. Amma kalium karbonat natrium OH-la çöküntü əmələ gətirmir. Ona görə fərqli olanı istədiyinə görə mən içini götürərəm. 1 molundakı ionların mol sayı. Məsələn, 2 kalium ionu var, bir də 1 mol karbonat var. Ümumilikdə 3 mol ion var. Amma kuprum SO4-də 1 mol mis var, 1 mol da sulfat ionu var, nəticədə 2 mol ion var. Bu da fərqli oldu. Biri 3 mol ion, biri 2 mol ion. Fərqli oldu, düzdürmü? Onda 3-ü də götürərəm. Barium nitrat məhluluna çöküntü əmələ gətirməsi. Karbonat ionu bariumla çöküntü əmələ gətirəcək. Onsuz da nitrat ionlar, nitrat duzlarının heç biri çöküntü deyil də, yəni hamısı həll olandı deyə. Biz heç yəni bu nitrat tərəfə ümumiyyətlə heç baxmırıq. Barium karbonat, bəli, bu çöküntü əmələ gətirir. Sonra nə var burada? Bir də kuprum SO4 ilə də barium SO4 çöküntü əmələ gətirəcək. Yəni barium nitrat həm kalium karbonatla, həm kuprum sulfatla çöküntü əmələ gətirəcək. Bu da eyni olan oldu. Ona görə bunu da götürmək olmaz. Doğru cavab oldu D variantı. 19-cu sual. Tərkibində 1 mol natrium sulfat və 1 mol kuprum xloriki olan duzların məhlullarını qarışdırmışıq. Reaksiyadan sonra ionların say dəyişməsini müəyyən eləyin. Deməli, gəl əvvəlcə elə mən bunu açıq şəkildə, tam ion tənliyi şəklində yazacağam. Deməli, 1 mol natrium 2S-də nələr var? 2 mol natrium müsbət ionu var. 1 mol S2 mənfi ionu var. Biz bunu qarışdırırıq 1 mol kuprum xloriki ilə. Deməli, kuprum 2 müsbət var 1 mol və 2 mol da xlor mənfi ionu var. Aha, nə əmələ gələcək buradan? Görürəm ki, kuprum və kuprum S çöktü, əmələ gəlir 2 molda natrium xlor. Yəni 2 natrium müsbət, onlar suda həll olan duz olduğuna görə ionları elə məhlulun içərisində qalacaq, yəni ayrılmayacaq. Amma S2 mənfi, kuprum 2 müsbət, bunlar məhluldan ayrıldı. Çünki birləşərək çöküntü əmələ gətirdi. İndi ionların say məsələsinə baxsaq, əvvəlcə məsələn bu hissədə neçə ion var idi? 2, 3, 4 plus 2, 6. 6 ion var idi, düzdürmü əvvəlcə? Yaxşı, sonra neçəsi qaldı? 4-ü qaldı, 2, 2. Aha, 6-nı 4-ə bölsək, 1,5 dəfə azalar. O da olacaq elə B variantı. Gəldik 20-ci suala. Nələr deyir? 31,2 qram alüminium hidroksidlə bu qədər sulfatın reaksiyasından alınan duzu müəyyən eləyin. Yaxşı. Deməli, 31,2 qramın gəlin neçə mol olduğunu tapaq. 31,2-ni, yəni biz bilirik ki, molu tapanda nə etməliyik? Verilən kütləni həmən maddənin emirinə bölməklə molu tapa bilərik. 31,2-ni 78-ə bölsək, kalkulyatordan bölüm, 31,2-ni böldüm 78-ə, 0,4 mol. Aha, 0,4 mol. Bu oldu 0,4 mol. 39,2 qram sulfatı da bölsək öz emirinə 98-ə bölək. 39,2-ni böldüm 98-ə, bu da yenə düşdü 0,4 mol. 0,4 mol. Gəlin baxaq. Alüminium OH 3 dəfə plus H2SO4. Hər ikisi 0,4-0,4-dürsə, deməli bu birin 1-ə nisbətində gedən prosesdir. Düzdürmü? Yəni 0,4 mol, 0,4 mol bu deməkdir ki, 1-in 1-ə nisbətində gedən prosesdir. 1-in 1-ə nisbətində gedən prosesdə, baxın, əsasın tərkibində 3 mol OH-ın varsa, sulfatın tərkibində 2 mol H müsbət var. Yəni biz buradan görürük ki, 3 OH 2H-la neytrallaşma zamanı 2 mol su verəcək və 1 OH-ımız artıq qalacaq. Olacaq alüminium, OH-ın biri artıq qaldı. SO4 plus 2 molda su ayrıldı. Buradan alınan duzun adı nə olacaq? Alüminium hidroksosulfat. Alüminium hidrokso, harada var bu? Hidroksosulfat. C bəndində var. Düzgün cavab olacaq C variantı. 21-ci suala baxsaq, 21-də.
Nə istəyir bizdən? Aha, hansı maddələr suda yaxşı həll olur? Birincisi X duzumuz nə olacaq? Barium SO4. Bu da ki çöküntüdür. Ona görə X olan cavabları çıxartdıq. Biz həll olan istəyirik. Barium 2 müsbət OH mənfi ilə təbii ki suda həll olan əsas verəcək. Aha, bunu götürmək olar. Kuprum sulfatla çöküntü deyil. Ona görə də, yəni kuprum SO4 çöküntü deyil. Sulfatlardan 5 sulfatımız var idi, düzdürmü? Kalsium, barium, stronsium, argentium, bir də qurğuşun sulfatlar çöküntü idi. Aha, deməli Z olan cavabları götürə bilərəm. Buna da plus qoyaq. Amma T-ni yenə götürə bilməyəcəm. Səbəbi də nədir? Çünki burada əmələ gəlir kuprum, OH 2 dəfə göy rəngli və yaxud mavi rəngli çöküntü. Onda düzgün cavab Y-lə T, C variantı. 22-ci sualla davam etsək. Sınaq şüşələrinə əlavə olan lakmus kağızlarının rəngini müəyyən eləyin. Deməli, baxırıq. Kuprum O. Əsasi oksid olsa da, su ilə reaksiya getmədiyinə görə burada mühit dəyişməz. Aha, onda dəyişməz olan cavab bir A-da var, bir D-də var. SO3 bu sulfat turşusunun anhidrididir. Yəni su ilə reaksiya getdiyi zaman sulfat turşusu əmələ gəldiyi üçün, yəni turşu oksidi olduğu üçün əmələ gələn məhlul turşu xassəli olacaq və lakmusu qızardacaq. Aha, lakmusumuz oldu qırmızı. Kalium oksid suda yaxşı həll olan əsasi oksid olduğuna görə bu əmələ gətirəcək kalium OH, o da lakmusun rəngini göyərdəcək. Bu da olacaq göy rəngdə. Onda dəyişməz qırmızı və göy olan D variantı. 23-cü sualla davam edirik. Ortofosfat turşusunun bu qədər əsasla reaksiyasına normal duz alınmışsa əgər 39,2 qram əvvəlcə elə birbaşa onu hesablayaq. Deməli, biz molu tapanda nə edirdik? Verilən kütləni bölürük maddənin molekyar kütləsinə, yəni MR-nə. 39,2-ni bölsək, ortofosfat 98-dir. 98. Bu da eləyəcək 0,4 mol. 0,4 mol turşu, yəni yazaq bura H3PO4. H3PO4. Hansısa bir əsasla, bilmirəm, neçə turşuludur, n dəfə olsun. Əgər normal duz əmələ gətirirsə, yəni X, PO4, X nətəyinə 3 yazacam, PO4 nətəyinə n dəfə yazacam. Deyir, normal duz alınıb. Yaxşı, gəlin baxaq. Aha, 0,6 mol əsasdır, 0,4 mol turşudur. Yəni, əslində bu 2-nin 3-ə nisbətidir. Düzdürmü? Aha. 2-nin 3-ə nisbəti olsa, məsələn 2 yazsaq, burada 3 yazsaq, onda görərəm ki, burada 6 mol hidrogen, burada da nə qədər olmalıdır ki, OH sayı normal duz alınsın. Biz də bilirik ki, tam neytrallaşma gedəndə nə qədər H iyonu var, o qədər OH iyonu da olur ki, bir-birlərini tam neytrallaşdırır. Nə OH-dan, nə də H-dan artıq qalmır. Əgər H sayı 6-dırsa, gərək OH sayı da 6 olsun. Düzdürmü? Onda gərək n-imiz də bərabərdir, 2 olsun. N də bərabərdir, olacaq 2, 23-cü sualda. Davam eləyirik. 24 ilə davam eləyirik. Bizdən nə istəyir? Deyir ki, daha doğrusu biri duz, biri oksid olmaqla 2 maddə verib bizə. Kütlələri M1, M2. Bunların kütlələrinin cəmi 48-dir. Amma reaksiyadan alınan suyun kütləsi 3,6-dır deyir. Aha. Gəlin belə baxaq. Deməli, X10-u verib M1. XO M1-dir. XSO4-ümüz M2-dir. Su 3,6-dır. Deməli, mən buradan nə edə bilərəm? Mən buradan sulfatı tapa bilərəm. Bu X yazmayayım. X var burada. Bir A yazaq. Sulfatı tapa bilərəm. Necə? Məsələn, 98 sulfatın öz kütləsidir. Rəngi dəyişim. Deməli, 98 sulfatın emeridir. 18 də suyun emeridir. Burada da belə görürəm ki, əmsala ehtiyac yoxdur. Gəl buradan A-nı tapaq. A nəyə bərabərdir? 3,6-nı vursaq 98-ə, bölsək 18-ə. Burada qalır 0,2, onu da 98-ə vursaq 19,6.
Yəni burada sulfatın miqdarı 19,6-dır. İndi biz də bilirik ki, reaksiya daxil olan maddələrin kütlələrinin cəmi reaksiya alınan maddələrin kütlələri cəminə bərabərdir. Düzdürmü? Yəni M1 plus 19,6 bərabərdir M2 plus 3,6-ya. Və deməli, belə yaza bilərik. Belə deyim də, M1 keçirsək məlumları, məhsulları bir tərəfə. M1 minus M2 bərabərdir. Necə yazaq bunu da? Elə bir ki, hər işarəsini hələ ki olduğu kimi yazıram. Sonra yəni riyaziyyata uyğun, riyazi qanunlara uyğun belə deyək. Həll eləmək olar. Deməli, onda mən belə yazacağam. M2 çıxılsın M1. Çünki burada əmələ gələcəkdir -16. Mənfini yox eləmək üçün yerlərini dəyişdik. Aha. Və şərtdə də bizə deyirdi ki, M1 plus M2 də 48-dir. M1 plus M2 də bərabərdir 48. Bu da oldu bizə nə? Sistem tənlik. Tərəf-tərəfə toplasaq, 2M2 nəyə bərabərdir? Deməli, 4, 64. Onda M2-miz bərabər oldu 32-yə. M2-miz 32-dirsə, onda M1-imiz nəyə bərabərdir? 48-dən də 32 çıxsam 16 eləyər. İndi deyir, X-in nisbi atom kütləsini tapın. Bizim M1-imiz X oldu. Yəni, XO bərabərdir 16. Elə 24-də də cavab olacaq. Bir dəqiqə, M1-i nə ilə işarələmişik? Hə, XO-la. Düzdür də. Aha. M2-miz də 32 ilə. İndi bizə X-in nisbi atom kütləsini istəyir. Bizim bu hesablamamız neçə mol maddəyə görə idi? 0,2 mol maddəyə görə. 0,2 mol maddə olduğunu hardan bildim? Suya əsasən, yəni normalda bu reaksiyada 18 qram su alınmalı idi, amma 3,6 qram alınır. Deməli, bu proses 0,2 mol olaraq baş verib. Yəni 0,2 mol XO-muz 16 qramdırsa, 1 molu nə qədərdir? 16-nı 0,2-yə bölsək 160 bölü 2, o da eləyəcək 80. Aha. XO 80-dirsə, gəlin buradan oksigenin də kütləsini çıxaq. 16-nı çıxdıq, nə qaldı? 64. Deməli, X-in nisbi atom kütləsi olacaq 64. 25-ci sualla davam eləyirik. Deməli, 200 milli X mol mis-2 sulfat məhlulunun tam elektrolizində. Əvvəl mis-2 sulfatı neyinək? Elektroliz edək. Kuprum SO4 plus H2O elektroliz etsək, alınacaq mis, oksigen, bir də sulfat H2SO4. Aha. Və əmsallaşdırsaq, nə edirik? Baxırıq, suyun suyun tərkibində oksigen təkdir, artırırıq 2 dəfə. Onda sulfatın qabağına da 2 yazsaq, kükürdüyümüz, yəni SO4-ümüz də 2 olduğu üçün buraya 2, onda misin də qarşısına 2 yazırıq. Yazdıq, əmsallaşdırdıq. İndi baxırıq məsələyə. 200 milli X mol tam elektrolizində katodda 6,4 qram maddə alınır. Katodda 6,4 alındı. Biz də bilirik ki, yəni üstünü yazdığımız maddənin altını da yazmalıyıq. 2 vur 64. Yəni kütlə olaraq miqdarlarını müəyyən elədik. X-i deyir hesablayın. Onda gəlin görək. Mən burada nə qədər kuprum SO4 duzunu istifadə eləmişəm. Əvvəl duzunu tapaq. 2 vurulsun 160 kuprum SO4-ün 1 moluna görə olan miqdarıdır. X bərabərdir 2 vur 160 vur 6,4 bölünsün 2 vurulsun 64. 2'lər ixtisar getdi. Burada qaldı 0,1. O da olacaq 16 qram. Aha. 16 qram. 16 qramın neçə mol olduğunu tapmaqdan ötürü bilirik ki, molu necə hesablayırıq? Molu hesablayanda nü bərabərdir. Verilən kütləni bölməliyik maddənin molyar kütləsinə. Onda 16 qramı bölürəm 160-a. O da bərabərdir 0,1 mol. İndi mən buradan əgər qatılığı hesablamalıyamsa, S nəyə bərabərdir? Nü bölünsün V-yə. Nüyümüz 0,1-dir. Həcmimiz 200 millini mən 0,2 litr olaraq çevirirəm. 0,2-yə nisbəti. O da bərabərdir 0,5 mol bölünsün litr.
olaraq hesablandı. Cavab olacaq 0,5. 26-cı sualla davam edirik. Hansı duzların suda məhlullarının elektrolizində duzun kütlə payı artır? Bu nə deməkdir? Bilirik ki, elə duzlar var ki, onlar elektroliz etdiyimiz zaman həmən duzları katodda hidrogen, anodda oksigen ayrılır. Bir sözlə su elektrolizə uğrayır, duz yox. İndi nəzərə alsaq ki, burada da əgər su elektrolizə uğrayırsa, deməli suyun miqdarı azalır. Suyun miqdarı azaldığı zaman da duzun kütlə payı artmış olur. Onda mən hansı tip duzlar götürməliyəm? Aktiv metalların oksigenli turşularının duzları. Məsələn, natrium sulfit götürmərəm. Səbəbi nədir? Natriumda problem yoxdur. Yəni katodda H ayrılacaq. Amma sulfit özü ayrılacaq. Anion sırasında bilirik ki, S2 mənfi iyonu OH mənfi iyonundan daha əvvəl gəlir. Düzdürmü? Aha. Yəni birinci sulfit iyonu ayrılacaq. Ona görə biri götürmərəm. Burada duzun özündə azalma olacaq. Natrium nitrat. Bəli, natrium nitratı götürə bilərəm. Çünki alınacaq katodda H2, anodda isə O2. Yəni su elektrolizə uğrayacaq, duzumuz yox. Kalium sulfat, o da həmçinin aktiv metalın oksigenli turşusunun duzudur. Kalium ortofosfat həmçinin. Amma mis sulfatı götürmərəm. Çünki bu zaman katodda düzdür, metal ayrılacaq, düzdürmü? Katodda mis ayrılacaq, yəni duzumuz artıq burada müəyyən miqdarı parçalanacaq. Ona görə də doğru cavab olacaq 2, 3 və 4. 27. Uyğunluğu müəyyən edin. Katyona görə hidroliz, aniona görə hidroliz. Bilirik ki, əgər katyon tərəfimizdə olan əsasımız zəif əsasdırsa, hidroliz katyona görə, yəni əsasa görə, yox əksinə turşu qalığımız zəif turşunun qalığıdırsa, bu zaman aniona görə hidroliz gedəcək. Məsələn, natrium karbonata baxsaq, bizdə bu duzda zəif tərəf anion tərəfdir. Ona görə də aniona görə hidroliz olacaq. A-nı yazacağam 2-yə. Ferrum xlor 3. Burada katyon tərəfimiz zəifdir. Yəni ferrum OH3 əsası zəif əsas olduğuna görə yazacağıq katyona görə hidroliz B. Həm katyona, həm aniona görə indi hələ qabağımıza çıxmayıb, baxaq hələ C-yə. NH4NO3 amonium hidroksid zəif əsas olduğuna görə, amma nitrat qüvvətli turşu olduğuna görə bu zaman yenə katyon tərəf zəif oldu. Ona görə də C. Sonra amonium karbonat. Karbonat turşusu da zəif turşudur. Anion tərəf zəif oldu. Amonium hidroksid də zəif əsas olduğuna görə katyon tərəf də zəif oldu. Ona görə həm katyona, həm aniona görə olar D-ni yazacağam 3-ə. Natrium 2S burada katyon tərəfim qüvvətlidir, amma anion tərəfim zəifdir. Ona görə də bu da aniona görə hidroliz olacaq. Yazacağam bura Y variantı. Bu şəkildə gəldik situasiya tipli suala. Deməli bizdən nə soruşur? X xlor N duzunun suda məhlulunun natrium OH ilə reaksiyasından ağ həlməşiyə bənzər. Aha, bu sözdən mən nəyi başa düşdüm? Söhbət alüminium OH3-dən gedəcək. Y çöküntüsü alınır. Birinci reaksiya. Aha, deməli Y maddəsinin deyir 28-də Y maddəsinin kimya formulu artıq bildik ki, söhbət alüminium həlməşiyə bənzər ağ çöküntü deyirsə, alüminium OH3-dür. Adı da alüminium hidroksid. Çöküntünün qızdırılmasından oksid və su alınır. Çöküntünün qızdırılmasından alüminium OH3-ü qızdırsaq, su və oksid alüminium 2O3 plus H2O əmələ gələcək. X karbon tərkibinə daxildir. Aha, yəni söhbət alüminium 2O3-dən gedəcək. İndi görək burada suallarda nə soruşur bizdən. Birinci reaksiyanın tənliyini yazın və əmsallaşdırın. Deməli, birinci reaksiyaya baxın, görün nə demişdi. X xlorindən natrium OH. Aha. X, xlor N və natrium OH. Bu bizə nə verəcək? X OH N dəfə plus H2O. Düzdürmü? İndi X xlorenin yerinə yazırıq. Alüminium xlor 3 plus natrium OH. Buradan nə alarıq? Buradan da alacağıq. Alüminium OH 3 dəfə plus 3 mol natrium xlor. Bu şəkildə. Sonra və əmsallaşdırın. Əmsallaşdırsaq OH, alüminium, bura 3 yazacağım. Əmsallaşdırmış olduq. Keçirik 30-cu suala. Deyir ki,
İkinci reaksiyanın qrafikinə əsasən, ikinci reaksiyamız bayaq nə idi? Dedik ki, alüminium OH 3 dəfəni parçalamışdıq. Alınmışdı alüminium 2O3, bir də su. Gəlin bunu da əmsallaşdıraq. Alüminium 2 yazdıq bura. Ya, əvvəlcə ondan hidrogenimiz burada 3, 6, onda bura 3 yazırıq. Oksigenimiz 6 solda, 6 sağda. Əmsallaşdırdıq. İndi deyir. Deməli, Y maddəmiz olub 31,2 qram götürmüşük və hamısı parçalanıb. Yəni, emirini də hesablasaq, alüminium OH üçün gəl, emirini də hesablayın bu dəqiqə. Deməli, alüminium 27 plus 17-ni də 3-ə vursaq 51. Aha, deməli. Bu da 78 oldu. 2 vur 78. Sonra deyir ki, M qədər su alınıb, 20,4 də oksid alınıb. Aha, X-in nisbi atom kütləsini deyir hesablayın. X deyəndə söhbət karbondan gedir, düzdürmü? Aha, və M-i hesablayın. M-i elə buradan rahatlıqla tapmaq olar. Çünki bilir, reaksiya daxil olan maddələrin miqdarı bərabərdir. Reaksiyada alınan maddələrin kütlələri cəminə, düzdürmü? Buradan M də nəyə bərabərdir? 31,2-dən 20,4-ü çıxsaq, 20,4-ü çıxsaq, 10,8. Demək, 10,8-dir M-imizin miqdarı. İndi bizə də deyir ki, X-in nisbi atom kütləsini hesablayın. X-in nisbi atom kütləsini buradan tənlikdən istifadə edib tapa da bilərik. Amma artıq biz X maddəsinin alüminium 2O3 olduğunu onsuz da bilirik. Yəni, bu alüminiumdur. Təbii ki, 27-dir. İndi deyək ki, bilmirik, yəni tapmalıyıqsa, onda istifadə edib bu tənliklərdən hesablaya bilərik. Deməli, lap istəsək, daha balaca, daha belə deyim də, rahat hesablamalı rəqəmlər olduğuna görə belə yazaq. 20,4 alüminium 2O3 əmələ gələrkən 10,8 qram su alınırsa, bəs 3 vurulsun 18 su alınanda nə qədər alüminium 2O3 burada əmələ gəlibmiş. Bununla da hesablaya bilərik. Bu zaman deməli olacaq 20,4-ü vursaq 3 18-ə bölsək 10,8-ə olacaq X-imiz bərabərdir 102. Yəni M-eri 102-dir, düzdürmü? Yaxşı, 2 vurulsun X plus 48 bərabərdir 102-dirsə, aha, 102-dən də 48-ə çıxsaq 54, 2X-imiz bərabərdir 54, onda X-imiz də nəyə bərabərdir? 27-yə. Bununla da biz deməli, həm M-i, həm X-in nisbi atom kütləsini də hesabladıq. Bu qədər.